Atamın yuxusu məni xilas etdi. Bir anda qəflət yuxusundan oyandım. Ərim mənə qarşı elə bir hərəkət etmişdi ki, onda bütün dünyanın eybəcərliyi vardı. Yalan, oğurluq, xəyanət, riyakarlıq. Hər bir hiss, hər bir niyyət bir anda üstümə çökmüşdü. Bütün illüziyalar uçub getdi və mən gerçəkliklə üz-üzə qaldım. Bəzi qadınlar belə xəbəri eşidəndə ağlayır, bəziləri isə susur, gözləyir. Qadın susursa, o artıq plan qurur. Mən həkim kardioloqam. 3 ildir ailə həyatı qurmuşam. Ərim Tərlan restoranda administrator işləyir. Kənardan baxanda xoşbəxt görünən bir ailəyik. Lakin sonra bilinəcək. Atam 2 ay bundan əvvəl dünyasını dəyişdi. O məni tək böyütmüşdü. Dübəndi qəsəbəsində yaşayırdı. Riyaziyyat müəllimi idi. Qəsəbədə onu hamı savadlı, səbirli, ağır, təbiətli müəllim kimi tanıyır, hörmət edirdi. Mən Tərlanla evlənəndə atam babasından qalmış torpaq sahəsini satdı. Bizə şəhərdə 2 otaqlı bir ev aldı. Evin təmiri düzdür, köhnə idi. Divarların boyası solmuşdu, parket cızıq-cızıq idi. Amma atam dedi, əsas evdir qızım, təmirini yavaş-yavaş edərsiniz. Tək ailənin təməli möhkəm olsun, gerisi asandır. Atamın səsi indi də qulağımdadır. Bu gecə onu yuxuda gördüm. Mənə nəsə demək istəyirdi, dodaqları tərpənirdi, amma səsini eşitmirdim. Elə bil aramızda görünməz bir pərdə var idi. O narahatdı, bunu hiss edirdim. Səhər çay süfrəsi arxasında Tərlana dedim. Atamı yuxuda görmüşəm. İşdən sonra kəndə gedəcəm. Evə baş çəkim, bəlkə nəsə olub. Tərlan çayını qarışdıra dedi. Atan ona görə yuxuna girir ki, kişi narahatdır da. Evin sənədlərini tez düzəldək, notariusa gedək, təmirə başlayım. Mən dərin bir ah çəkdim. Atam o dünyadan da mənim qayğıma qalırdı. Amma Tərlanın sözündə başqa bir tələskənlik, başqa bir hesab vardı. Hiss edirdim, anlaya bilmirdim. İşdən sonra taksi çağırdım. Şəhərin səsindən uzaqlaşdıqca ürəyimdəki döyüntülər dəyişirdi. Kardioloqam, ürəyin ritmini yaxşı tanıyıram. Amma bu dəfə ürəyimin ritmi mənə yad idi. Kənd yoluna dönəndə günəş batmaq üzrə idi. Səma elə gözəl narıncı rəngə boyanmışdı ki, həyət qapımız uzaqdan göründü. Paslı dəmir darvaza küləklə birlikdə yavaşca tərpənirdi. Və mən hiss etdim ki, atam mənə həqiqətən də nəsə demək istəyirdi. Bu yuxu təsadüf deyildi. Qapını açdım. Həyətə girdim, qonşumuz Əlövsət əmi səsə gəldi. Minayə, başına dönüm, xoş gəlmisən. Atandan sonra nə tez-tez gəlirsiniz. Mən duruxdum. Bu 2 ayda kəndə birinci dəfə idi gəlirdim. Əlövsət əmi sözünə davam etdi. O gün də Tərlanla gəlmişdiniz. Uzaqdan əl elədim. Tərlan da salam göndərdi. Amma sən içəri keçdin. Sonra mənə diqqətlə baxdı. Baxışı dəyişdi. Amma o gün saçın, ay qızım, sarı idi. Başımın içi uğuldadı. Sanki kimsə məni sirkələdi. Atamla Əlövsət əmi bir həyətdə böyümüş, birlikdə məktəbə getmiş, bir parta arxasında oturmuşdular. Sonra birlikdə Bakıya ali təhsil almağa gəlmişdilər. Əlövsət əmi mənim üçün çox doğma insan idi. O da məni öz balalarından seçmirdi. Bu uzun illər polis mayoru işləmişdi. İndi təqaüddə idi. Amma baxışları hələ də iti idi. Hər şeyi görürdü. Qızım, deyəsən burada anlaşılmazlıq var. Danışmaq lazımdır. Həyətdə atamın öz əlləri ilə düzəltdiyi skamyada oturdu. O gün Tərlanla sarı saçlı qız gələndə eyvana qalxıb sizin həyətə baxdım. Evə girdilər, otaqları bir-bir dolandılar. Sonra həyəti gəzdilər. Qızım, Tərlan elə bil müştəriyə ev göstərirdi. Mənim nəfəsim daraldı.
O sənə ev barədə nə deyir? Deyə Əlifşət əmi soruşdu. Sanki yuxudan uyandım. Deyir, evi onun adına keçirək. Təmir etmək istəyir. Güya sənədlər mənim adıma olsa, tikinti işləri çətin olacaq. Hovuz salmaq, nə bilim, lüks təmir etmək istəyir. Yayda kiraya verib yaxşı qazanc əldə edəcək deyir. Bir də Əlifşət əmi mənim adıma 100.000 manat kredit götürməyi təkid edir. Sonra kirayədən gələn pulla rahat bağlayarıq deyir. Əlifşət əminin üzü ciddiləşdi. Qızım, bu heç xoşuma gəlmədi ha. Gəl belə edək, şəhərə qayıt. Heç nə olmamış kimi davran. Güya məni görməmisən. Amma bugündən Tərlana göz qoy. Kim zəng edir, kim yazır, hara gedir, hardan gəlir, telefondakı yazışmaları oxu. Sarı saçlı qızın şəkli varsa mənə göndər. Mən də öz xəttimlə araşdıraram. Özün də ehtiyatlı ol. Mənsiz bir addım atma. Başımı tərpətdim. Şəhərə qayıdanda hava qaralmışdı. Tərlan evdə idi. Məni görən kimi gülümsədi. Necə gedib gəldin? Kimi gördün? Ehtiyatla soruşdu. Hamı işində gücündə idi. Boş bekarlar da telefonda oturublar. İndi bayır-bacada adam tapmaq olur ki. Tərlan dedi, demə. Minoş, yaxşı çay dəmləmişəm. Gətirib, 50 olar. Yol məni yordu. Amma mən yorulmamışdım. Mən ayılmışdım. Səhər o vann otağına keçib duşa girəndə mənim 15 dəqiqəm var idi. O adətən duşda 15 dəqiqədən çox qalmırdı. Telefonu götürdüm. Biz evlənəndə söz verdik bir-birimizə telefona şifrə qoymayacağıq. Aramızda heç bir sir olmayacaq. Ona görə də telefonu götürdüm, WhatsApp-a girdim. Eşitmişdim ki, evli kişilər sevgililərin adını maşın ustası, bərbər, nə bilim, santexnik kimi yazırlar. Tərlan isə qəssab yazmışdı. Parmaqlarım buza döndü. Mesajı açdım. Nə oldu mənim qartalım? Hələ çox gözləməliyik. Tərlan yazırdı. Az qalıb, evi adıma keçirim, krediti götürəndən sonra mən azad quş olub uçacam, səni qanatlarıma alacam. Hara desən ora uçuracam. Dizlərim əsdi. Bunların planına bax. Tez qalereyaya girdim. Tərlanla sarı saçlı qızın şəkillərini tapdım. Öz telefonuma göndərdim. Elə bu vaxt duşun səsi kəsildi. Ürəyimdə qərar verdim. Mən artıq onunla eyni evdə qala bilməzdim. Tərlana qarşı bir-iki ay oyandı. Tərlan, ağır xəstə gətiriblər, məni təcili xəstəxanaya çağırdılar, deyib cavab gözləmədən evdən çıxdım. İşə çatıb hər şeyi Əlifşət əmiyə göndərdim. Birazdan mesaj gəldi. Şəkli tanışlara göndərdim. Axşama xəbər çıxacaq. Qızım, bunlar çox təhlükəlidirlər. Sabah notariusa getməyi təklif et. Arxasını mən həll edəcəm. Əsas odur, Tərlan şübhələnməsin. Mən işdən sonra Tərlana zəng etdim. Əzizim, sənə 2 xəbərim var. Biri yaxşı, biri pis. Hansından başlayım? Bu duruxdu. Nə olub ki? Yaxşı, birinci pis xəbərdən başla. Pis xəbər odur ki, məni bugün növbətçi salıblar. Bəs yaxşı xəbər? Mən dedim, sabah növbədən sonra notariusa gedirik. Sənədlər hazırdır. O dedi, şükür olsun, nəhayət ki. Mən bir də təkrar etdim. Növbədən sonra notariusda görüşərik. Saat 12-yə, sağ ol. Sağ ol, Minoş. Zəng edib danışığımı Əlifşət əmiyə dedim. Bilirəm, qızım, Tərlanın telefonu dinlənilir. Əlifşət əmi, mən bugün rəfiqəmgildə qalmaq istəyirəm. Yox, Minayyə, səni gözləyirəm, kəndə gəl. Taksidən düşəndə Əlifşət əmi məni gözləyirdi. Qızım, gecəni bizdə qal, Nigar xalan sənin sevdiyin kimi toyuğu qıpqırmızı qızardıb. Yadına düşür, nətər deyirdin? Ərköyün uşaqlığım yadıma düşdü. Nigar xala, xırtımət elə, yoxsa küsəcəm. Atam və Əlifşət əmi ürəkdən gülərdilər. Axşam biz çay içəndə Əlifşət əmiyə zəng gəldi. Qızın adı Səbinə idi.
Kürdəmir tərəfdə dələduzluqla məşğul olmuş, bir neçə adamı aldadıb böyük məbləğdə pul ələ keçirib. Bakıya qaçmışdı. İndi isə tarlanı tora salmışdı. Mən gecəni yata bilmədim. Tarlan gözümün qabağından getmirdi. O bunu necə edə bilərdi? Hələ də inana bilmirdim. Səhər Əlifsət əmi otağın qapısını döydü. Qızım qalx, getməliyik. Mən sanki döyüşə gedirdim. Notariusa birinci biz çatdıq. 5 dəqiqə sonra Tərlan gəldi. Əlifsət əmini görüb tutuldu. Əlifsət əmi, sizdən nə əcəb? Xeyirdir bala, gəl əyləş. Elə bu zaman polis əməkdaşları sarı saçlı qızı içəri gətirdilər. Tərlan stuldan sıçradı. Bu nədir? Polis sakit səslə dedi. Sən həyat yoldaşını aldadıb onun əmlakını ələ keçirmək istəyirdin. Bu xanım isə səni tora salıb pullarını mənimsəməyə çalışırdı. Tanış ol, axtarışda olan dələduz Səbinə Məmmədova. Tərlan donub qalmışdı. Baxışları gah mənə, gah polislərə, gah da Səbinəyə tərəf sürüşürdü. Burada nə baş verir? Onun rəngi ağappaq ağardı. Dodaqları əsirdi. Birdən qışqırmağa başladı. Minayə, bağışla. Bu ifritə yoldan çıxartdı məni. Allah şeytana lənət eləsin. Bağışla, qurban olum. Qələt elədim. Sözləri havada çabalayırdı. Səbinə nifrətlə ona baxdı. Mən ifritəyəm. Bəs onda sən kimsən? Maymaq. Əlindən bir işlə gəlmir. Mən Tərlana baxdım. Qəribədir, indi artıq ona nifrət etmirdim. Çünki onu darmadağın etmişdim. İndi onun nə ailəsi, nə pulu, nə də sevgilisi vardı. Qətiyyətlə dedim. Tərlan, 4 saat vaxtım var. Əşyalarını topla və mənim evimi tərk et. Açarları səhər yaxalaya bilərsən. Mən Əlifsət əmi ilə notariusdan çıxdım. Yüngülləşmişdim. Ürək dolusu nəfəs aldım. Yolun kənarında atılmış bir küçük gördüm. Titrəyirdi. Onu qucağıma aldım. İsti nəfəsini sinəmdə hiss etdim. Mən artıq tək deyildim. Dəqiq bilirdim. Bu balaca isti yumaq mənə heç vaxt xəyanət etməyəcək. Arxada qalan həyatım əbədi susdu. Əziz dinləyicilərim, bu hekayə sizdə maraq oyatdısa, bir iz buraxın, bəyənin və abunə olun. Sizin dəstəyiniz mənə yeni hekayələr yazmaq üçün ilham verir.